Salam, xoş gördük hər birinizi, dəyərli kanalımın izləyiciləri. Mən Mətanət Nəbiyeva sizlərə Time-in 2026-cı il nəşr testindən birinci mövzunun testlərini izah edəcəm. İlk olaraq başlayırıq təhsil alanların vəzifələrini seçin. Düzdür, kitabda buna artıq geniş yer ayrılmasa da, amma biz müəllimlər olaraq həm vəzifələrimizi, həm də hüquqlarımızı bilməliyik. Təhsil alanın vəzifəsi, yəni şagirdin vəzifəsi, təhsil alan deyəndə məktəb mühitindən bəhs etdiyimiz üçün bunu şagird kimi götürəcəm. Düzdür, geniş anlayışdır. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək. Bəli, şagird həm dövlət, həm cəmiyyət, ailə, eyni zamanda digər şəxslər qarşısında öz məsuliyyətini dərk etməlidir. 2. Etik davranış qaydalarına, pedaqoji etika, əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq. Müəllim nüfuzunu yüksək tutar. Yəni, təhsil verənə aiddir bu. Ona görə mən 2-ni seçmirəm. Çünki etik davranış qaydaları müəllimlərə aiddir. 2 olanları çıxdım. 1 olmayanı da ixtisar etdim. 3. Təhsil alanları fiziki və psixoloji zorakılığın bütün formalarından qorumaq. Təhsil alanı qorumaq, bu müəllimin vəzifəsi olacaq, düzdürmü? Ona görə 3-ü də sildim. 3 də bizə uyğun deyil. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək. Bəli, intizam qaydalarına əməl etmək, nizamnamənin tələblərinə əməl etmək götürə bilərik. 1-i, 4-ü götürdük. Valideynlə əməkdaşlıq etmək, təhsil alanın təlim nailiyyəti barədə valideyni məlumatlandırmaq, yəni burada görürük ki, təhsil alan deyil də, bu təhsil verənin vəzifəsidir. 5 olanı da ixtisar etdik. Sağlam həyat tərzi keçirmək, öz məktəb yoldaşlarıyla təhsildə əməkdaşlıq etmək. Bunlar təhsil alanların vəzifəsinə daxildir. Düzgün cavabımız 1, 4, 5. Vəzifə bizdən tələb olunan komponentdir. Hüquq bizim tələb edəcəyimiz komponentdir. Bu, şagird yanaşmasında da eynidir, müəllim yanaşmasında da eynidir. Keçid edirəm sual 2-yə. Sual 2-də müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə biruzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirilməsinə təsir edir. Əgər yadda saxlayırıq ki, valideynlə olan anlaşılmazlıq və yaxud da ki, valideynlə olan problemlərin şagirdə təsir etməsindən söhbət gedirsə, yəni müəllim tutalım ki, mən A sinifində oxuyan əlinin valideyni ilə konfliktim baş verib, o konfliktin nəticəsi olaraq əlini bilərəkdən qiymətini aşağı salıram və yaxud da ki, əliyə dərsdə söz haqqı vermirəm. Deməli, mən nə edirəm? Qərəzli yanaşmış oluram. Bu, qərəzsizlik prinsipinin pozulmasıdır. Yəni, təhsil verən öz vəzifəsindən, öz səlahiyyətindən sui-istifadə edə bilməz. Bu kimi negativ hallar yol verilməzdir. Yəni, sənin valideynlə münasibətin ayrı, qiymətləndirmə ayrı, şagirdlə olan münasibətlərin ayrı prizmadan baxmalısan. Yəni, dərs mühitini kənar mühitlə əlaqələndirmək olmaz. 3. Doğru fikri müəyyən edin. Gəlin, doğru fikri müəyyən edək, görək bizim doğru fikrimiz hansıdır? Deməli, A bəndinə baxırıq. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri bəli, əks olunub. Yəni, hər bir təhsil proqramında, ümumi təhsil proqramından söhbət gedir, üzr istəyirəm, müxtəlif fənlər üzrə təlim nəticələri, hətta təhsil səviyyələri üzrə, ibtidai təhsil səviyyəsi, ümumi orta təhsil səviyyəsi, tam orta. Biologiya üzrə təlim nəticələri ola bilər, tarix üzrə təlim nəticələri ola bilər, fiziki tərbiyə, texnologiya və s. Fən kurikulumlarında standartlar müəllimlərə hazır şəkildə təqdim olunur. Belə deyim də, düzdür, təlim nəticələri eyni zamanda məzmun xətləri metodik vəsaitdə köməkçi kimi hazır şəkildə verilə bilər. Amma tutalım ki, mən dərs deyirəm 6B sinifində, 6B sinifində nəyi necə reallaşdıracağım mənə hazır şəkildə təqdim olunmur. Yəni, alt standartdır, bunları reallaşdıran müəllimdir və onu hazır şəkildə təqdim etmirlər. Söhbət orada məzmun xəttinin 5, 1.1. ondan getmir. C bəndində summativ qiymətləndirmənin əsas məqsədi müəllimin yox, şagirdin fəaliyyətini müəyyənləşdirməkdən ibarətdir. Ona görə B və C getdi.
Müəllimlər istədikləri şəkildə alt standarta dəyişiklik apara bilərlər. Düzdür, alt standarta dəyişiklik apara bilərik, amma istədiyimiz şəkildə deyil, ehtiyac olanda, zəruri hallarda. Məzmun xəttləri dərsin təlim nəticələrinin ifadə formalarından biridir. Məzmun xətti ümumi təlim nəticələrini ifadə edir. Yadda saxlayırıq. Yəni, ümumi təlim nəticələrinin reallaşmasına xidmət edən məzmunun zəruri hissəsidir. Ona görə bizim D və Y variantlarımızda yanlış variantlar hesab olunur. Sual 4. Müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərin biliklərinin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiyini yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır, şagirdin maraqlarını nəzərə almır. Verilmiş situasiyada bizə lazımdır doğru olan fikirləri seçmək. Gəlin baxaq görək hansı fikirlər doğrudur. Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələb, bəli, burada şagird yönümlülüyün eyni zamanda proses şagirdlərə möhkəmləndirilmirsə, aşılanmırsa, əyani göstərişdən söhbət getmirsə, pedaqoji prosesin tamlığı pozulub. C və D variantlarını ixtisar etdik. Mədəni davranış, daha çox mədəni davranış bilirsiniz, tutalım ki, müəllimin özünü müəllim kimi aparmağı ilə bağlıdır. Tutalım ki, mən burada sizə nəyi nümunə göstərə bilərəm? Geyimi, təmkinli olmağı, diqqətli olmağı, situasiyada da bundan söhbət getmir. Ona görə 2-ni də çıxdım. 3-də müəllim vicdanlı davranış, etik davranış prinsipinə və yaxud da ki, etik davranış qaydasına bəli, görürük ki, yəni müəllim dərsi vaxtında, məqamında əlini vicdanına qoyaraq düzgün şəkildə keçməlidir. Yəni, dərsimi keçdim, işim bitdi, yox, onun tətbiqini, əyani nümayişini də şagirdlərə başa salmaq lazımdır. Eyni zamanda diqqətinizə çatdırım ki, həm də burada müəllim şagirdlərin potensial imkanlarını, maraqlarını nəzərə almalıdır. 4. Müəllim keyfiyyətli təhsil vermək hüququ deyil, onun vəzifəsidir. Ona görə 4-ü biz götürə bilmərik. Düzgün cavabımız bizə qalacaq B variantı. 5-də hansı fikir doğrudur? Deməli, bölmə üzrə summativ qiymətləndirmənin həyata keçirilməsini biz bilirik ki, məzmun xətti deyil. Hansı standart həyata keçirir? Alt standart. B bəndinə baxıram. Ona görə A bəndi yanlışdır. B bəndində alt standart dövlət tələbi olduğundan müəllim fəaliyyətdə onu əsas götürməlidir. Düzdür, alt standart dövlət tələbidir. Müəllim bunu fəaliyyətində əsas götürə bilər. Yəni, bu fikir hələ ki qalırıq üzərində. Baxaq digər variantlara. C bəndi dərsin məqsədi keçiriləcək mövzu əsasında müəyyənləşir. Düzgün deyil, çünki məqsədi ancaq biz mövzu əsasında müəyyənləşdirmirik. Məqsəd nəzərə alınanda şagirdlər, eyni zamanda nəticələr, bunların hər biri lazımdır təlim nəticə. Ona görə C-ni biz düzgün götürmürük. Növbəti alt standartın dəyişməsi şagirdin onun tələbinə nə qədər cavab verdiyi ilə bağlıdır. Bu fikir keçmişdə öyrəndiyimiz əsas standart və yaxud da ki, müasir dillə desək standarta aiddir. Yəni, biz əsas standartı, əsas tələbi reallaşandan sonra müəyyən hallarda dəyişə bilərdi. Alt standart sinifdən sinifə keçəndə dəyişir müəllimlər. Amma belə deyim də, bütün şagirdlər, bütün nəticələr burada nəzərə alınmalıdır. Y variantı, müəllim alt standartı şagirdlərə, təlim nəticəsini şagirdlərə təqdim etməklə onları dərsə cəlb etmiş olur. Alt standartdan təlim nəticəsi çıxarırıq, amma təlim nəticəsini şagirdlərin diqqətinə çatdırmaqla, motivasiya, yəni cəlb etmə hissəsini qurmaqla şagirdi dərsə biz cəlb edə bilərik. Elə olsaydı düzgün olardı. Burada ən uyğun gələn cavabımız olacaq hansı bənd? B bəndi. Çünki alt standart dövlət tələbi olduğundan müəllim fəaliyyətdə alt standartı əsas götürə bilir. Keçirik növbəti kurikulumla bağlı verilənlərdən hansı yanlışdır? Deməli, baxıram, təhsil proqramı tərtib edilərkən diqqət edilməli məqamlardan biri, bəli, şagirdin fərdi ehtiyacı nəzərə alınır. B bəndində təhsil proqramı dövrün tələbinə uyğun baş verən yenilikləri məzmununa daxil etməlidir, düzdür. C bəndi təhsil proqramında məzmunun həyatla sistemli şəkildə əlaqələndirilməsi vacibdir, bəli.
D bəndində təhsil proqramının sabit olması, o sabit yox, biz qeyd eləmişdik ki, necədir təhsil proqramı? Yəni dəyişə biləndir də. Kurikulum necə sənəddir? Konseptual sənəddir və nəticə yönümlülük də prinsiplərindən biridir. Bunları da qeyd edirik. Növbəti deməli bəhs edirik sual neçədən? Sual 7. 7-yə baxaq. Bir müddətdir ki, şagirdin dərsə davamiyyətində qeyri-sabitlik müşahidə olunur. Müəllim bu haqda məlumatlı olsa da heç bir tədbir görmür. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Pedaqoji işçilərə hörmətlə yanaşmaq vəzifəsini müəllim burada qərəzli yanaşmayıb. Eyni zamanda burada şagird dərsə gəlmir də, hörmətsizlik deyil bu. Özünün öyrənməsində müəyyən qüsurlar yaranacaq. Özürsüz səbəbdən dərsdən yayınma yol verməmə. Bura kimi düzdür, amma burada vəzifədir bu, hüquq deyil. Ona görə B-dən A-nı ixtisar etdik. Şagird dövlət təhsil standartlarına uyğun bilik bacarıqlara yiyələnmə hüququnu pozur, müəllim loyallıq etik davranış qaydasını pozur. Şagird hüququ pozmaz, hüquqdan istifadə edərik. Burada bu loyallıqla bağlı, təhsil müəssisəsinə xələl gətirmək, işgüzar nüfuzunu zədələməklə bağlı hər hansı neqativ hal görmürük. D bəndi. Baxırıq, üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol vermək vəzifəsini pozur, düzdür, müəllim də vicdanlı. Çünki müəllim neynədir? Yəni tədbir görmür də, vicdanlı davranmır, əlini vicdanına qoymur. Şagirdin təhsil həyatı, təhsil mühiti, şagirdin öyrənməsi onun üçün maraqlı deyil. Y variantında burada səhv olan nədir? Səhv olan nədir? Səhv olan odur ki, burada şagirdin cəmiyyət qarşısındakı məsuliyyətindən söhbət getmir. Müəllim də qanunçuluq etik davranış qaydasına əməl etməkdən söhbət getmir. Çünki qanunun tələbləri ilə bağlı burada hər hansı xüsusiyyət, konstitusiyanın tələbləri ilə bağlı hər hansı bir xüsusiyyət işlənməyib. Ona görə də Y bəndində götürə bilmərik. Keçid edirəm 8-ci suala. Deməli 8-ci sualda nə istənilir bizdən? Sinifdə şagirdlər arasında konflikt yaranır. Müəllim konflikti müşahidə etsə də heç bir reaksiya vermir. Verilmiş situasiyada müəllimin davranışı haqqında nə demək olar? Deməli baxırıq ki, görək burada biz müəllimin davranışı haqqında nə deyə bilərik. Burada vətəndaş mövqeyindən söhbət getmir. Çünki mövqe və yaxud da ki, vətəndaşın vəzifələri yoxdur. B variantına baxırıq. B variantında psixoloqla söhbətdən, psixoloqla əlaqələrdən söhbət getmədiyi üçün mən B-ni də ixtisar edəcəm. C variantında müəllim təhsil alanının təhlükəsizliyi. Bəli, əgər bullying halından söhbət gedirsə, konflikt varsa, yəni müəllim onların təhlükəsizliyini təmin etməlidir. Bu da onun nə idi? Vəzifəsidir. Növbəti keçid edirəm D variantında. Burada düzdür, pedaqoji etika, əxlaq normaları pozulmayıb, ondan söhbət getmir. Sadəcə konflikti müəllim göz ardı edir. Və valideynlə əməkdaşlıqdan da söhbət getmədiyi üçün D və Y bəndləri bizə uyğun deyil. Keçirəm bu hal-hazırda 9-cu sualdayıq. Bəli. Doğru olan fikri seçirik. Gəlin baxaq. Fənn kurikulumda alt standartın dəyişməsi bilik bacarıqları mürəkkəbləşməsindən fənn kurikulumda ola bilər. Biz bunu əsas standart, alt standart şəklində öyrəndik. Yəni, əsas standart şagird tələbə cavab verəndə mürəkkəbləşə bilər. Şagirdin qabağına qoyduğumuz hədəfi dəyişməyə ehtiyac olanda mürəkkəbləşə bilər. Alt standart isə deməli, mürəkkəbləşməsindən asılıdır. Yəni, qarşıya qoyduğumuz bilik bacarıq 5-ci sinifdə məsələn oxu-yazı qaydalarında, məsələn deyirəm, söhbət gedir. 6-cı sinifdə cümlə qurmaqdan, 7-ci sinifdə artıq zamana görə cümlə qurmaqdan, yəni mürəkkəbləşdi, deməli asılıdır. Sonra keçid edirəm B variantına. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək valideynin hüququdur. Bəli. Tələb yönümlü şagirdi gün ərzindəki dərslərin müəllimin izahatları və dərslikdən ifadəsi əsasında öyrənməsidir. Deməli, təhsil, gəlin buna bir daha diqqətli baxaq. Üzr istəyirəm müəllimlər. Burada B variantında
1 dəqiqə mən səhv oxudum. B variantında təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək valideynin belə deyim də deyil də müəllimin vəzifəsidir ki, bu siyasətin həyata keçirilməsində iştirak etmək. Düzdür, məktəblərdə fəaliyyətin yaxşılaşdırılması üçün valideyn öz təkliflərini irəli sürə bilər. İlk başda o kimi gəldi mənə, amma sonunu sonradan gördüm ki, xeyr, o şəkildə deyil. Tələb yönümlülük fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarını nəzərə almasıdır. Ona görə mən C variantı kimi də götürməyəcəm doğru fikri. D variantında baxırıq nəyə? Müəllimlər təhsil qanununun tələbinə uyğun olaraq alt standartlara ehtiyac olanda dəyişiklik edə bilər, amma təhsil qanununun tələbi deyil ki, alt standarta hər an durun dəyişiklik edin. Y bəndi. Tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik bacarıqları formalaşdırmaq üçün təbii ki, bir vasitədir. Bu düzgün fikirdir. Tədris olunan mövzu tələb olunan bacarığı reallaşdırmaq üçün məsələn cümlənin növü, təsdiq inkar cümlələr, indiki zaman, gələcək zaman, keçmiş zaman, yəni dil qaydaları ilə bağlı o bilik bacarıqları formalaşdırmaq üçün həmin mövzular bir vasitədir. 9-da düzgün cavabımız olacaq Y bəndi. Keçid edirəm növbəti sualımız 10-a. 10-da biz nəyə fikir veririk? Uyğunluğu. Adətən doğrudan doğru, yanlışdan yanlışı götürəcəksiniz. Müəllim, şagird və valideynlərlə ünsiyyət zamanı xoşa gəlməz davranışlardan, vulqar sözlərdən istifadə edirsə, təbii ki, burada mədəni davranış pozulub. Yol verilməz haldır. Müəllim həm görkəminə, həm danışığına, həm hərəkətlərinə diqqət yetirməlidir. 2. Sinifdə ailə daxili problemi olan risk qrupuna daxil şagird oxuyur. Buna görə də müəllimin bu uşağa münasibəti mənfidir. Bu qərəzliliyin pozulmasıdır. Müəllim qərəzsiz yanaşmalıdır. 2 olanları çıxdım mən. Sinifdə şagirdlərdən 2 yaş böyük olan şagirdi hər kəs məsxərəyə qoyur. Müəllim isə bunu şagirdlərə heç bir irad bildirmir. Bu mədəni davranışın pozulmasıdır. Sizcə, yoxsa nəyin pozulması olar? İnsan hüquq azadlıqlarına hörmət prinsipindən söhbət gedə bilər. Yəni və yaxud da ki, burada dəstəkləyici mühitin formalaşdırmasından söhbət gedə bilər. Burada mədəni davranış yazıldığına görə mən 3-ü silirəm. 4. Müəllim məktəblər arası yarışmalarda daim öz məktəbini tərifləməklə yanaşı digər məktəbin müəllimlərini, şagirdlərini savadsız adlandırırsa, bu başqalarının işinə qarışmaq, görmədiyin, qanun pozuntusu olmayan bir şeyləri danışmaq loyallığın pozulmasıdır. Ona görə 4-də bizə uyğun variant hesab olunmur. 11. 11-də. Mədəni davranış. Mədəni davranış nədir? Müəllimlər, yer gəlmişkən bu mövzu sertifikatlaşmaya uyğun mövzudur. MİQ-çilər izləməyə bilər. Deməli, mədəni davranış, loyallıq, ictimai etimad. Gəlin, baxaq bunlara görə nələr düz gəlir. Mədəni davranışdırsa, müəllim deyir, dərs zamanı şagirdlərin fərqli yanaşma düşüncələrini qəbul etmir, öz fikrini şagirdlərə aşılamağa çalışırdı. B variantında müəllim yenilənmiş dəyişiklikləri bəyənmədiyini sosial şəbəkələrdə bildirir. Loyallığa yaza bilərik ki, digərlərinin işini qüsur axtarır. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur deyəndə bu ictimai etimad olacaq. Düzdürmü? Mədəni davranışa da burada uyğun gələn A bəndidir. Düzgün cavabımız 1-ə A, 2B qayda şəklindədir, 3-ə C. 12. 12-də bizdən nə soruşulur? Müəllim dərsdə müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı bir debat təşkil edir. Bu situasiyada müəllim şagirdlərə hansı səriştəni və hansı pedaqoji tələbi reallaşdırır. İnsan hüquqlarının pozulmasından söhbət getdiyi üçün biz burada demokratik insan hüquqlarına hörmət və şagirdlərə şəxsiyyət ruhunda, milli bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etdiyi üçün uyğun gələn cavabımız olacaq Y variantı. Yadda saxlayın. Dərsdə müharibə insan hüquqlarına, biz də qeyd etmişdik ki, dəyərlər səriştəsi nə ilə işlənir daha çox? Şəxsiyyət, yönümlülüklə. Keçid edirik, deməli bizim növbəti sualımız 13. Uyğunluğu müəyyən edin. Təhsil verən sosial media hesabında onun və işlədiyi müəssisənin adına xələl gətirən video materiallar, təsvirlər paylaşmamalıdır, düzdür. Bu loyallığa uyğundur, götürə bilərəm.
2. Müəllim vəzifə funksiyalarının icrası zamanı insan hüquqlarına, demokratik prinsiplərə əməl etməlidir. Yəni insan hüquqları bilir ki, ictimai etimadla uyğun deyil. Ona görə mən 2-ni götürə bilmərəm. 3. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına, nüfuzuna, təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol vermir. Loyallıqdırmı? Bəli, bu loyallıqdır. Sonra baxırıq, müəllim təhsil alanlara qarşı xeyirxah, diqqətli, təmkinli olmalıdır. Tənqidi fikirləri qəbul etməyə bacarmalıdır. Bu mədəni davranışla bağlıdır. Yəni qərəzsizliklə bunun hər hansı bir əlaqəsi yoxdur. Düzgün cavabımız D bəndi 1 və 4-dür. 14-cü sualımız yanlış fikri müəyyən edin. Rəhbərliyin qanuni göstərişləri müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb ola bilir. Düzdür. Sonra etik davranış qaydalarının pozulduğu üçün bir daha müəllim pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Təbii ki, bilər, amma bir ildən sonra yenidən imtahan verəcək. C bəndi düzdür, korrupsiya ruhunda yetişməməlidir. D bəndi milli əxlaq, ictimai davranış qaydalarına, normalarına əməl edilməlidir. Düzdür. Yəni təbii ki, Y variantında siqaret çəkməməlidir. Bu, yəni rol modeldir axı müəllim. Əgər müəllim çəksə, şagird də ondan baxıb götürəcək. Digərləri də, yəni müəllim şagird üçün hər zaman rol modeldir. 15, sual 15-ə keçid edirəm. Sual 15-də bizdən nə tələb olunur? Baxaq. Məzmun xətti mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Öncədən müəyyənləşdirmə, biz qeyd elədik ki, bu hansı təlim nəticəsinə uyğundur? Ümumi təlim nəticəsi. Orada ümumi təlim nəticəsi olsaydı fikir düz olardı. Düzdürmü? Biri götürə bilmərəm. Bir olanları ixtisar etdim. Məzmun standartı şagirdlərin bilik, bacarıq səviyyəsindən qoyulmuş olar, düzdür, dövlət tələbidir və yaxud da ki, alt standartla ifadə edə bilərik. Təlim nəticələrini həyata keçirmək üçün nə deyir burada? Təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. 3 düzdürmü? Bəli, düzdür. 3-ü götürə bilmərəm. 4. Məzmun xətti tədris iyerarxiyası olub, sinifdən sinifə ki, məzmun xətti heç vaxt dəyişmir. 1-ci sinifdə Azərbaycan dilində məzmun xətti necədirsə, o 11-ci sinif daxil olmaqla elə davam edir. Alt standartı iyerarxik, yəni mürəkkəbləşən standart kimi biz onu görə bilərik. Amma məzmun xətti heç vaxt dəyişmir. Növbəti 16. Uyğunluğu müəyyən edin. Gəlin baxaq. Deməli, müəllim tədbir hazırlayarkən milli geyim varsa, milli hisslərdən söhbət gedirsə, biz orada milli iftixar hissi, dəyərlərlə bağlı səriştəmiz şəxsiyyət yönümlülüklə işlənir, götürə bilərəm. Müəllim sinifə yeni gəlmiş şagirdi nəzərə alaraq buzqırandan istifadə edirsə, bu müstəqil öyrənmə yox, daha çox buzqıranlardan istifadə etmək dəstəkləyici mühitlə bağlıdır. Ona görə 2-ni götürə bilmirik. Müəllim şagirdlərə problemin həlli üçün orijinal yollar təklif edən layihə hazırlamağı tapşırırsa, layihə hazırlanıbsa yaradıcılıqdır, şagird yönümlülük olar. Götürə bilərik biz bunu. 4-ə baxırıq. Müəllim şagirdi esse yazarkən bir neçə mənbədən istifadə olunubsa, bunu müstəqil öyrənmə, əməkdaşlıq kimi götürə bilərik. Amma daha doğrusu əməkdaşlıq kimi götürə bilmərik. Müstəqil öyrənmə və yaxud da ki, informasiya savadlığı kimi. Çünki şagird hər hansı mənbədən araşdırma edəndə, həmin mənbədən istifadə edəndə orada informasiya qazanmış olur, müstəqil öyrənmiş olur. Ona görə 4-ü götürə bilərik. Burada əməkdaşlıq yazdığı üçün. Düzgün cavabımız olacaq A bəndi. 17. Deməli, müəllim qrup işi zamanı qaydalar müəyyənləşdirib, qrup işində iş bölgüsünün şagirdlərin özləri tərəfindən təşkil edilməsinə şərait yaradır və heç bir müdaxilə etmir. Bu situasiyada səriştəni tapacaqsınız, pedaqoji tələbi tapacaqsınız. Təbii ki, əgər şagirdlərə qrup işindən söhbət gedirsə, biz qrup işinə necə baxa bilərik? Bir, orada ünsiyyət axtara bilərik. Əməkdaşlıq axtara bilərik. Digər variantları ixtisar edirəm.
Və burada şagirdlər qaydanı özləri müəyyənləşdirdiyinə görə hər hansı fərqli prizma, fərqli baxış bucağından söhbət getmədiyi üçün, D bəndini və inkişafdan söhbət getmədiyi üçün, nəticələrin təhlilindən söhbət getmədiyi üçün D bəndini mən ixtisar etdim. Burada həm əməkdaşlıq var, həm ünsiyyət var, həm də iş şagirdlər tərəfindən onların istəyinin, potensial imkanlarının, arzularının nəzərə alınmasından söhbət getdiyi üçün düzgün cavab olaraq Y bəndi götürə bilərik. Yəni əməkdaşlıq, ünsiyyət və şagird yönümlülük. Növbəti test sualımız olacaq 18. Universitetin yataqxanasında müxtəlif ölkələrdən bir qrup tələbə gəlir. Yeni gələn tələbələrin bayram, geyim və qidaya münasibəti digərlərindən fərqlidir. Digər tələbələr bu fərqləri anlayışla qarşılayır, onlarla ünsiyyət qurmaqdan məmnun olduqlarını açıq şəkildə göstərirlər. Bu davranış onların hansı səriştəyə malik olduğunu göstərir. Təbii ki, fərqli mədəni xüsusiyyətlərə, dəyərlərə anlayışla yanaşma bacarığı. Yəni mədəni müxtəlifliyə hörmət. Mədəniyyətlər müxtəlifdir, mütləq şəkildə də onlara hörmət olunmalıdır. Düzgün olan cavabımız olacaq A bəndi. Keçid edirəm növbəti sual 19. 19-cu sualda sinifdə şagirdlərdən biri davamlı şəkildə digər iki yoldaşı tərəfindən incidilir. Müəllim bu halı müşahidə etdiyinə baxmayaraq heç bir tədbir görmür, düşünür ki, bu işlə məşğul olmaq vaxt itkisinə səbəb olacaq və əsas diqqətini dərsi keçməyə yönəldir. Bu situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Təbii ki, burada bərabər imkanlardan, yəni bərabərlik yoxdur, bərabərlikdən söhbət getmir. Müstəqil həyatı hazırlamaqdan da söhbət getmir. Şərəf, ləyaqəti, hörmətsizlikdən də söhbət getmir. Burada bullying var. Stimullaşdırma motivasiyadır. Burada motivasiya verməkdən söhbət getmir. Amma 5-də yəni bullying olan yerdə siz dəstəkləyici mühit axtara bilərsiniz. Çünki onun psixoloji durumu korlanmış olacaq bullyingə məruz qalanda, düzdür? Bəli. Və əgər müəllim bu halı aradan qaldırmırsa, deməli fiziki və psixoloji zorakılıqdan təhsil alanları qorumaq vəzifəsini yerinə yetirmir. Düzgün cavab olaraq götürə bilərsiniz 5 və 6. Deməli, burada biraz diqqətli oluruq. Nə deyir bizə? Uyğunluq harda pozulub? Bir saniyə, qələmimiz deaktiv olub. Harda pozulub? Müəllim sosial mənşəyinə görə təhsil prosesinin iştirakçıları arasında fərq qoymamalıdır. Qərəzsizlikdir, burada doğru yazılıbsa, deməli pozulmur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Burada qanunçuluq yazılıb, amma burada yanlış olduğuna görə, yəni burada da pozulmayıb. Çünki buradakını dəstəkləmir qanunçuluğu. C bəndində müəllim etik davranış qaydalarını pozduğu halda pozuntu tez bir zamanda aradan qaldırmalıdır, ictimai etimad düzdür. D bəndi müəllim vəzifəsinə aid olmadığı hallarda həm dövlət orqanları, həm digərlərinin fəaliyyəti ilə bağlı ictimai mülahizələrdən. Yəni burada görürük ki, bu loyallıqdır. Amma burada yanlış yazılıb. Müdavimlər baxanda deyir ki, düzdür də, amma buradakı yanlışı görmürlər. Uyğunluq burada pozulub. Y bəndindəki fikrimizdən onsuz da doğrudur. Keçirəm 21-ə. Biraz üzrlü sayın, boğazım ağrıyır, həddindən artıq boğazım quruyur, ona görə tez-tez səsimdə problemlər müşahidə edə bilərsiniz. 21-də müəllim şagirdin son zamanlar dərsə gecikməsi ilə bağlı valideynlə əlaqə saxlamış, müəyyən məlumatlar əldə etmişdir. Şagirdlərlə təşkil etdiyi iclasda bu məsələni müzakirəyə çıxarmışdı. Müəllim burada hansı etik davranış qaydasını pozur? Təbii ki, insan hüquq azadlıqlarına hörmət, yəni keçmiş konfidensiallıq artıq B variantında. Yəni əgər qanun pozuntusu yoxdursa, şəxsi sirlər, valideynlər haqqında məlumatlar, kollektiv haqqında, şagird haqqında, yəni sir deyək buna, loru dildə. Onlar məxfi qalmalıdır. Sən onu ümumi müzakirəyə çıxara bilməzsən. Sonra uyğunluq harda gözlənilib? Gəlin baxaq. Təhsil prosesinin təşkilində, deməli, və idarə olunmasında iştirak etmək, təhsil alanının hüququ, şagird yönümlülük. Doğru, yanlış, deməli, hüquq, vəzifə, pedaqoji tələb, təhsil prosesinin təşkilində, idarə olunmasında iştirak etmək. Şagird idarə etmədə iştirak etmir. Yanlışdırmı bu? Yəni götürə bilmərəm. 2. Təhsildə yoldaşları ilə əməkdaşlıq etmək. Təhsil alanı hüququdur, təhsildə bərabər imkanların yaradılmasıdır.
Yoldaşlarla əməkdaşlıq etmək daha çox təhsil alan hüquqi əməkdaşlıq səriştəsinə uyğundur. Ona görə 2-ni də götürə bilmərəm. 3-ə baxıram. 3-də şagirdlərə fəal vətəndaş mövqeyi formalaşdırmaq müəllimin vəzifəsidir, şəxsiyyət yönümlülüyü olar. Doğrudur. 4-də təhsil alanları fiziki, psixoloji zorakılığın bütün hallarından çəkindirmək, yəni müəllimin vəzifəsidir. İnklüzivliyə aid olar. Doğrudur. Burada ən uyğun gələn cavabımız olacaq 3 və 4. Bir də mən geri qayıdım 1-ə. Nəyə görə? Təhsil prosesinin, məsələn, desək ki, təşkilində iştirak etmə, o təhsil alanın hüquqi şagird yönümlülüyü olar. Amma burada yanlış yazdığına görə sən 1-i götürə bilməzsən. İkinci bir yanaşmanda qeyd etdim ki, çaşqınlıq olmasın sizlərdə. 3, daha doğrusu 23. 23-də şagird yönümlülük, inkişaf yönümlülük, pedaqoji prosesin tamlığını biz nə etməliyik? Burada müəyyənləşdirib uyğunlaşdırmalıyıq. Gəlin baxaq. Deməli, şagird yönümlülükdürsə, şagirdlərin tələbatına uyğun olan A bəndini yaza bilərik. İnkişaf yönümlülükdürsə, nailiyyətlərin təhlilidir. Bura C olacaqdır. Hə, C-dədir. Kompleks şəkildə tədbirlərin həyata keçirilməsi, yəni öyrədici, tərbiyə edici, inkişaf etdirici. Bunda mən keçən dəfə izah etmişdim ki, kompleks tədbirlər pedaqoji prosesin tamlığına aiddir. Sonra keçid edirəm sual 24-də. Müəllim şagirdlərə esse yazmağın strukturunu öyrətməyə hədəf qoyur. Lövhədə 5 fərqli mövzunun adını qeyd edərək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın. Bu vəziyyətdə müəllim ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərdən hansına əməl etmiş olur? Təbii ki, burada artıq şagirdlərin maraq meylləri nəzərə alıb onlara fərdi seçim haqqı verilir. Düzdürmü? Çünki 5 fərqli mövzu yazıb, onların istəyi nəzərə alınıb, ən uyğun gələn cavabımız Y bəndi olacaq. Sonra, deməli, biz keçid edirik 25-ci sual. 25-ci sualda məktəbdə nüfuzlu müəllim olan Sevinç müəllimi haqqında sosial şəbəkələrdə əsassız iddialar yayılır. Bəzi valideynlər narahatlıq keçirir, məktəb rəhbərliyinə müraciət edirlər. Müəllim vəziyyəti sakit qarşılayır, valideynlərlə açıq görüş təşkil edir, şəffaf şəkildə izahat verir. Daha sonra da valideynlər onun düzlüyünə inanırlar. Yəni, burada hansı vəziyyətdən, hansı etik davranış qaydasından söhbət gedir? Əgər hər hansı sosial şəbəkələrdə müəllim haqqında, məktəb haqqında negativ hallar yayılıbsa, məktəb rəhbərliyi və yaxud da ki, kollektivdən biri və yaxud da ki, müəllimin özü bu vəziyyəti, bu negativ halları aradan qaldırmağa çalışırsa, deməli, nə edir? İctimai etimadı bərpa etməyə nail olur. Yəni, deyir, birinci pozmamalıdır. Pozsa belə, həmin pozuntunu nə etməlidir? Aradan qaldırmağa çalışmalıdır. 26. Müəllim şagirdlərin potensialını müəyyənləşdirmək məqsədi ilə fərqli düşünmə və yanaşma tərzlərinə uyğun tapşırıqlar təqdim edir. Sinifdə pedaqoji prosesin təşkili zamanı hansı prinsip daha çox reallaşır? Demək, şagirdin nə edir? Burada potensialını reallaşdırmaqdan söhbət gedirsə, onların düşünmə, yanaşma tərzinə uyğun tapşırıq verilibsə, potensial müəyyənləşdirmək, şagirdlərin marağını nəzərə almaq, şagird yönümlülük prinsipinə daha uyğundur. 27-də paralimpiya oyunlarından söhbət gedir. Yəni, hər kəsin idmanla məşğul olmaq hüququ var. Paralimpiya bilirik ki, yəni fiziki məhdudiyyətli şəxslərin olimpiya oyunlarıdır. Burada biz inklüzivliyi axtara bilərik və hər kəs idmanla məşğul olmaq haqqı var, hüququ var deyirsə, bu nədir? Üzr istəyirəm. Demokratiya və insan hüquqlarına hörmət prinsipidir. Uyğun gələn cavabımız A variantı olacaq. Paralimpiya, yenə deyirəm, sağlamlıq imkanı məhdud olan şəxslərə uyğun keçirilmiş olimpiya oyunlarıdır. Ona görə inklüzivliyi rahatlıqla axtara bilərsiniz. 28. Müəllim valideyni ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə biruza verir. Hətta buna bayaq da baxdıq, buna bənzər testdə. Təbii ki, bu da, yəni müəllim əgər valideynlə münasibəti negativdirsə, onu qiymətləndirməyə şagirdə biruza verməli deyil. Bu zaman müəllim qərəzli yanaşmış olur. Olmaz. Sonuncu 29-cu və 30-cu suallarımız bizim. 29-da aşağıdakı fikirlərdən hansı yanlışdır? Deməli, baxırıq, A bəndi düzdür. Sərbəst təhsil alma formasını istifadə etmək mümkündür. Ola bilər, istifadə edə bilər. Daxili nizam-intizam qaydalarına əməl edilməlidir. Psixoloqla əməkdaşlıq edə bilər, şagirdlər yararlana bilər bu fəaliyyətlərdən, düzdür. Summativ qiymətləndirmədən narazı qalıbsa, yenidən qiymətləndirməni tələb edə bilər, düzdür.
Y-də nə deyir? Təhsil alanlar ildə bir dəfə bilik və yaxud da ki, təhsil alanlar azı ildə bir dəfə bilik yarışlarında və bu məcburi deyil də müəllimlər. Yəni olimpiyadaya biz hər hansı bir şagirdi məcburi göndərmirik, könüllüdür. Sonuncu sualımız 30. Deməli, alt standart bilirik ki, nə yaza bilərik? Siniflər üzrə summativ qiymətləndirmənin aparılmasını yeni yaza bilərik. Təmin edir. Alt standarta uyğun bilik bacarığa qoyulan tələbdir. Bəzən testlərdə bunun məzmun standartı kimi də görəcəksiniz. Yəni eynidir. Tərif etibarilə. Sonra məzmun xətti təlim nəticələrini reallaşdırır, düzdür. A yaza bilərəm. Təhsil səviyyələri üzrə dəyişməz qalır, məzmun xətti dəyişmir. Fənnin əsas istiqaməti. Məsələn, Azərbaycan dilində dinləyib anlama, oxu, yazı, dil qaydalarıdır. Nümunə kimi deyirəm. Yəni o fənnin istiqamətidir ki, dilin qaydalarını öyrənir, Azərbaycan dili, anlama bacarıqları, yazı qaydaları. Düzdürmü? Tarixdə tarixi zaman, məkan, dövlət, şəxsiyyət, mədəniyyət, yəni tarix bunlardan bəhs eləyir. Ona görə 1-ə C və Y variantları, 2-yə A, B, D variantları. Ümumi izahımız bu qədər. Əgər izahlarımızın davamlı olmasını istəyirsinizsə, kanala abunə olub, videoları bəyənib paylaşmağı və öz dəyərli fikirlərinizi yorumda yazmağı unutmusunuz.